Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Əvvəlcədən kanalıma baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Bu gün sizlər üçün ağızda yağ kimi əriyən, görünüşü də, dadı da olduqca gözəl olan Pavlov şirniyyatı hazırlayacağam. Əminəm ki, siz də mənim bu şirniyyatımı çox bəyənəcəksiniz. Başlayaq hazırlamağa. Əvvəlcə qabın içərisinə otaq şəraitində olan 4 ədəd yumurtağı tökürəm. Üzərinə 1 ədəd vanilin əlavə edib mikserlə ağarına qədər çalıram. Biraz çaldıqdan sonra mikseri saxlamadan stəkan yarım şəkər tozunu az-az əlavə edərək çalıram. Daha sonra içərisinə çay qaşığının ucunda biraz limon duzu tökürəm. Limon duzunu 1 yemək qaşığı limon suyu ilə də əvəz edə bilərsiniz. Baxın, belə bir qatı kütlə alınır. Krem kimi qatılıqda olur. Belə olduqda içərisinə 1 yemək qaşığı qarğıdalı nişastası tökürəm. Və yenə də mikserlə nişasta qarışana qədər çalıram. Soba listinin içərisinə yağlı kağız yerləşdirirəm. Yağlı kağız yaxşı yapışsın deyə bezədən biraz soba listinə vururam və üzərindən yağlı kağızı qoyuram. Sıxma torbasının içərisinə gül formalı başlıq yerləşdirirəm. Daha sonra isə hazırladığım bezəni torbanın içərisinə tökürəm. Daha sonra isə gördüyünüz bu formada bezəni hazırlayıram. Bu ərzaqlardan 15 ədəd Pavlov şirniyyatı alınır. Bu qayda ilə hazırladıqdan sonra əvvəlcədən qızdırılmış 90 dərəcəlik sobada alt üst rejimdə bezeləri quruduram. Yəni bezelər tamam quruyana qədər gözlətmək lazımdır. 2 soba listi alınır. Birini sobanın üst hissəsində, digərini isə alt hissəsinə qoyuram. Gördüyünüz kimi artıq bezelər quruyub hazırdır. İndi isə krem hazırlayıram. Krem üçün qabın içərisinə 2 paket şanti krem, üzərinə 1 stəkan soyuq süd tökürəm və mikserlə ağarına qədər çalıram. Mən kremi biraz çox elədim, başqa şirniyyata istifadə etdiyim üçün siz bir paketdə istifadə edə bilərsiniz. Üzərinə isə 200 qram qaymaq tökürəm. Belə bir kremimiz alınır. Ayrıca bir qabda isə kremə biraz rəng qatıram. Gül formalı başlığı torbanın içərisinə yerləşdirirəm.
Və hazırladığım rəngli kremlə torbanın kənarlarına çəkirəm. İçərisini isə ağ krem tökürəm. Daha sonra gördüyünüz bu qayda ilə kremləyirəm. Başqa rəngdən də istifadə edə bilərsiniz zövqə görə. Daha sonra isə üzərini ağ boncuklarla bəzəyirəm. Əziz xanımlar, artıq mənim görünüşü də, dadı da olduqca ləzzətli olan Pavlov şirniyyatım hazırdır. Əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.